Bugün Ramazan-ı Şərifdə Ramazan eyni zamanda niyyətin təmizləndiyi bir ay olaraq vurğulamaq istəyirəm. Bu mövzunu açacağıq. Ramazan gələndə biz çox şeyi dəyişirik. Yemək saatımızı dəyişirik. Yuxumuzu dəyişirik. Gündəlik rejimimizi demək olar ki, dəyişirik. Amma ən vacib sual budur. Biz niyyətimizi dəyişirikmi? Çünki Ramazan sadəcə aclıq ayı deyil. Ramazan daxili istiqaməti düzəltməkdir. Qurani Kərimdə Allah Teala bizə buyurmuşdu. Onlara yalnız dini Allaha məxsus edərək ixlasla ibadət etmək əmr olunmuşdu. Burada əsas söz ixlasdır. Yəni niyyətin saflaşması. Biz bəzən ibadət edirik, amma niyyətimiz qarışıq olur. İnsanlar nə deyər, nə düşünər, görəsən məni necə görürlər, mən kifayət qədər yaxşıyammı? Halbuki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, əməllər niyyətlərə görədir. Bu hədis bizə böyük bir psixoloji həqiqəti öyrədir. Davranışı dəyərli edən onun arxasındakı motivasiyadır. Psixologiyada buna daxili motivasiya deyirik. İnsan bir şeyi qorxudan və ya göstərmək üçün edəndə yorulur. Amma mənalı, məqsədli edəndə güclənir. Ramazan daxili motivasiyanı yenidən qurmaq ayıdır. Özümüzə bir sual vermək ayıdır. Mən niyə ibadət edirəm? Nə üçün ibadət edirəm? Mən niyə dua edirəm? Mən Allahla münasibətimi həqiqətən necə görürəm? Niyyət təmizlənmədən əməl dərinləşmir. Çünki niyyət ürəyin istiqamətidir. Ramazan həm də daxili təmizlənmədir. Sadəcə yeməkdən deyil, riyadan təmizlənməkdir. Müqayisədən təmizlənməkdir. İnciklikdən, gizli qürurdan təmizlənməkdir. Qurani Kərim buyurur, o gün nə mal fayda verər, nə övlad, ancaq Allaha sağlam qəlblə gələnlərdən başqa. Sağlam qəlb nədir? Kinlə dolmamış qəlb. Göstəriş üçün yaşamayan qəlb. İçindəki niyyətlə zahiri əməli uyğun olan qəlb. Ramazan bizə fürsət verir. Dayanmaq, daxilə baxmaq, niyyəti düzəltmək. Çünki niyyət düzələndə həyat düzəlir. Niyyət saflaşanda ibadət yüngülləşir. Niyyət Allaha yönələndə insan dağılmır. Bu Ramazanda özünüzə bir sual verin. Mən kim olmaq istəyirəm? Və etdiyim ibadətlər məni o insana çevirirmi? Qoy bu Ramazan ayında tək süfrələrimiz deyil, qəlblərimiz təmizlənsin. Ramazan davranış dəyişimi deyil, daxili istiqamətin dəyişimidir.